İstedadlı qadınların və məhdud fiziki imkanlı şəxslərin rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası artıq 8-ci gündür ki, davam eləyir. Burada nəinki Naxçıvan şəhərindən, eyni zamanda Ordubad, Culfa və digər rayonlarda yaşayan məhdud fiziki imkanlı şəxslərin əl işləri var. Bu barədə daha ətraflı məlumat almaq üçün Sosial Xidmətlər Agentliyinin Culfa rayon təmsilçisinə biz yaxınlaşırıq. Culfa rayon sektoru üzrə fiziki imkanları məhdud olan şəxslər 10 müəllif və 256 ədəd əl işi ilə Culfa rayonu təmsil olunub. Neçə əl işi satmısınız bugünə qədər? 50-yə yaxın əl işimiz satılıbdır. Hal-hazırda da satışların əl işlərinin əldə edilən gəlir və yerdə qalan nə qalıbsa məhsulları onlara rəsmi şəkildə agentliyimizin tərəfindən təhvil verilir. Sərgi və satış yarmarkasında gəzdiyimiz zaman bu stend xüsusi olaraq diqqətimizi çəkir. Çünki buradakı bütün əl işləri atizmli uşaqlara məxsusdur. Bu barədə daha ətraflı məlumat almaq üçün biz yaxınlaşırıq bu mərkəzin təmsilçisinə. Valideynləri ilə bircə mütəxəssis nəzarətində hamısını işləyiblər. Gördüyünüz şəkillərdə, qolbaqlarda hamısı az yaşlı uşaqların əl işləridir. Buradan gələn gəlirin hamısı onların təlim terapiyasına xərclənir. Çalışırıq ki, biz də onlara daima dəstək olaq. Buradakı əl işləri arasında hansının sahibinin yaşı daha azdır? Mən istərdim onu bizə göstərəsiniz. Belə bir şəkil vardı, qatar çəkilibdir, 8 yaşlı uşaq çəkibdir. Həvəslə işləyir, marağla işləyir, necə deyim, rəsmə marağı həddən artıq çoxdur. Uşaqlarından utanmasınlar, daima onlara dəstək olsunlar, çünki çox valideyn çəkinir, qəbullamır bu şeyləri. Ona görə də hər zaman onların yanında olsunlar, yəni uşaqlarına utanmasınlar. Sərgi və satış yarmarkasında olan əl işləri nəinki böyüklərin, hətta uşaqların da marağına səbəb olur. Biz görürük, balaca bir dostumuz var və əli doludur. Nələr bəyənmirsən özün üçün? Tesbaha, burada da arıdır. Burada başqa hansı oyuncaqları bəyənmirsən? Bəyəndiyini də çiləklərini. Sən meyvələri də sevirsən. Hə, meyvələri də sevirəm ucunda. Sən bu aldıqlarına nə qədər pul vermirsən? Tısbağanı neçə almısan? 6 manat. Təşkilatçıları Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan bu sərgi və satış yarmarkasında eyni zamanda Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin müəllim və tələbələrinin də əl işləri var. Bu əl işlərindən biri də həcərindir. Burada həm sənin əl işin satışdadır, eyni zamanda sən bu stendə nəzarət eləyirsən. Gün ərzində nə qədər adam gəlir bura deyə bilərsən? Gün ərzində 50-yə yaxın adam gəlir. Burada ən yüksək qiymətə satılan əl işi hansıdır? Burada ən yüksək qiymətə satılan əl işi orada başda düşdü. Yüksək qiymətə satılmağın səbəbi yağlı boyanı işlənir, bir də uzun vaxt səfərlərinə görə. Sərgimiz davam edir, gəlib bu gözəl işlərini ala bilərsiniz.